bir kompüter layihəsinə əsaslanan bir dərsdir. Saytlarda artıq fəaliyyətdəsiniz, hər biriniz həmin saytda öz işinizi həyata keçirdə bilərsiniz. Xüsusən Fatimənin notebook açıldı, notebook açılıb qoyaq, sayta giririk, daxil oluruq, amma mənə dinləyirsiniz ilk öncə. Bizim ilk olaraq mən sizlə yada salmaq istəyirəm. Amma yada salmamışdan öncə gəlin görək, saytda hansı qrupun fəaliyyəti hansı bir şəkildə təşkil olunur. Diqqət yetirsək, biz ilk öncə öz profil səhifəmə girirəm və diqqət yetiririk, burada bizim qruplarımız var. Yəni məktəbdə fəaliyyətdə olan 10A sinifimiz var, 8C sinifimiz var və eyni zamanda 5F sinifi də qonaq olub bizim bu saytımızda. 5F sinifindən təşkil olunmuş iki qrupumuz var ki, düzbucaqlılar qrupu var. Düzbucaqlılar qrupunda iştirak edən şagirdlərimizin fəal olduğu burada göstərilir. Və digər qrupumuz var. Burada bir də növbəti qrupumuz kvadratlar qrupu olacaq. Kvadratlar qrupuna da artıq fəal olduqları görsənir. Və nə qədər bir-birlərini danışdıqları, bir-birlərinə, hətta mənə 3 bildiriş gəlir burada. Şagirdlərim artıq mənə 3 bildirişlə nəsə bildirməyə çalışırlar. Bunlarla cavablandıracağıq. Bu bizim Edmodada olan başlanğıc anlayışlarımız idi. Keçirik, indi isə əsas dərsimizi Prometanda eləyəcəyik. Nələrdən danışacağıq? Diqqətli olaq lövhəyə. Gəlin yadımıza salaq. Görək. Üçbucağın hansı növlərini tanıyırsınız? Tanıdığınız üçbucaqların perimetrlərini, hesablamasının yollarını bilirsinizmi? De görək Arzu. 3 növ üçbucaqları tanıyırıq. Bərabər yanlı üçbucaqlar. Bərabər yanlı üçbucaqda iki tərəf eyni olur. A və A bərabər olur. Bərabər olur. A və B. Bu zaman biz perimetri tapmaq üçün A üstəgəl B-dən istifadə edəcəyik. Bir də vardır müxtəlif. Aydındır. Sən onu dedin. Fatimə. Müxtəlif tərəfli üçbucağı da tanıyırıq. Müxtəlif tərəfli üçbucaqları perimetrini tapmaq üçün A üstəgələ B üstəgələ C-dən istifadə edə bilərik. Aydındır. Digər qrupumuza keçək. Lütfən. Üçüncü növbəsi hansı olacaq? Bərabər tərəfli üçbucaqları da tanıyırıq. Bərabər tərəfli üçbucaqların perimetrini hesablamaq üçün A qrupundan istifadə edirik. Bəs Fatimə, nə üçün bərabər tərəfli üçbucaqlı edirik? Çünki onun bütün tərəfləri bir-birinə bərabər. Bütün tərəfləri bir-birinə bərabərdir. Keçək növbəti sualımıza. Növbəti sualımız kvadrat nəyə deyilir və perimetr necə hesablanır? İşlək Şıxan. Kvadrat bütün tərəfləri bərabər olan düzbucaqlıya deyilir. Kvadratın sahəsini isə hesablamaq üçün perimetrini hesablamaq üçün A vur 4-dən istifadə yəni bir tərəfini kifayət edər ki, 4-ə vuraq. Və üçüncü sualımıza keçirirsə, düzbucaqlı nəyə deyilir? Perimetri necə hesablanır? De görək üstən. Qarşı tərəflər bir-birinə bərabər olan həndəsi fiqura düzbucaqlı deyir. Düzbucaqlının tapmaq Qarşı tərəfləri bir-birinə bərabər və paralel. Düzbucaqlının perimetrini tapmaq üçün isə A üstəgəl B vur 2-dən 2 düsturundan istifadə edirik. Rüstəmin tərifi dediyi düzbucaqlıya verdiyi təriflə razılaşırsınızmı uşaqlar? Dedi ki, qarşı tərəfləri bərabər olan dördbucaqlıya düzbucaqlı deyilir. Razısınızmı Yusif? Razı deyiləm. O düzbucağının tərəfləri bərabər olmaqla yanaşı həm də paralel. Qarşı tərəfləri bərabər olmaqla yanaşı həm də paralel olmalıdır və başqa əsas. O paralelogramdır. Bütün tərəfləri bərabər. Əgər bu bərabər. tərif versək, paralelogram da buradan çıxa bilər. Bəli. Bəs əsasən daha dəqiq tərif vermək üçün nədən istifadə etməliyəm Fatimə? Dördbucaqlıdan yox, düzbucaqlıdan. Bəli, artıq bütün bucaqlarının düz bucaq olduğu şərti önəmlidir. Əgər dördbucaqlının bütün bucaqları düz bucaqlıdırsa, artıq biz bu həndəsi fiqura əminliklə deyə bilərik ki, düz bucaqlıdan danışmış oluruq. Düz bucaqlının perimetrini hesablamağın yollarını deyə bilərik mi? Düzbucaqlının perimetrini hesablamaq üçün A üstəgələ B vur 2-dən istifadə edə bilərik. İnşallah, gəl növbəti belə bir də sujet izlətdirmək istəyirəm. Çox xahiş edirəm, hamı, hər kəs diqqətlə izləsin. Çünki əsas demək olar ki, dərsimizin bundan ibarət olduğu görsünəcək. Mən ustalarım. Mənə sizin haqqınızda çox deyirlər. Doğrudan. Bəli, mən də bu fikirdəyəm ki, sizin üsulunuzu geniş yaymaq lazımdır. Mənim üsulumu? Əlbəttə. Sizin kimi ustalarınız nə qədər çox olsa, o qədər yaxşıdır. Kolların sıxlığı laf əladır. Hər hektara neçə kol düşdüyünü saymışsınız mı? Bəli saymışım. Neçəsi çür, hə? Nə? Mən sizdən hər hektara neçə kol düşdüyünü soruşuram. Hə. Sizcə neçə olar? Məncə hər hektara 100 min. 100 min?
Elədir. Biraz da artıq olar. Bilirsiniz mi? Sizin sahə çox hoşuma gəlir. Deyin görək, siz hər hektardan nə qədər pambıq yığmaq fikrindəsiniz? Nə? Mən... Bilirsiniz, məhsul barədə qabaqcadan danışmaq mənə düşmür. Gizlədirsiniz mi? Mən heç bir şey gizlədim. Heç belə yarış olar mı? Sizdən gözləməzsiniz. Zərfət edirəm. Biz öhdəmizə almışıq ki, 18 hektarın hərəsində 90 setinin alalım. Yaxşı zarafatdır. Mən o saat hiss etdim ki, siz ət müxtasınız. Siz ancaq pamukçuları sevirsiniz. Mən özüm də pambıqçıyam. Amma ümumiyyətlə dünyada maraqlı işlər çox olur. Hər şey adamın özündən asılır. Düzdür. El adam var ki, əvvəlcə heç gözə görünmür. Amma sonra birdən elə iş görür ki, tam deyir adam. Elə də olur. Adam yerə bir işini deyər. Bəli, başqacası. Elə ki, məni yoldaşlarım çağırır. Biz axşam görüşərik. Sağ olsa. Bilirsiniz mi? Biz yaxşı pambıqçılara araççın və don bağışlayırıq. Sizə hər sədiyəni vermək məni çox sevindir. Mənə? Doğrusu haykünə rəsmiyyətdə zəhlən gedir. Yaxşısı budur ki, araqçınızı yadigar olaraq mənə bağışlayın. Bəli uşaqlar, biz Azərbaycan kino filminə də bir baxış keçirdik. Fragmentdən bir qısaca fragment olsa izlətdirdim sizə. Gördüyünüz kimi, real həyatımız riyaziyyatdan ibarətdir. Hər addımımızda, hər hara getsək, hansı ixtisas sahibi olsaq, istəyər həkinçi olaq, istər həkim olaq, istər müəllim olaq, biz nə həndəsəni, nə riyaziyyatı özümüzə müzallaşdıra bilmərik. Sizsə, mən burada nə demək istədim? Bu filmin bizim dərsimizlə nə əlaqəsi ola bilər? Düşüncələrinizi bilmək istəyərəm. Rafiq? Məncə bu kino filminin bununla belə əlaqəsi ola bilər. Sahədən danışır. Görüş kino filmində sahədən danışırdılar. Yəni ki, bu da buna gətirib çıxarır ki, bizim bugünkü dərsimiz sahə ola bilər. Burada da həndəsədən sonra sürüldür. Sən bu cür düşünürsən? Nadir, səncə? Kino filmi tam onu deyilmi? Rafiq yəni deyilmi? Ən xoşunuza gələn cümlə hansı oldu? Sizi tam əminliklə inandırdı ki, hə, bugün artıq bizim dərsimiz sahə olacaq. Fuad eşitmək olar? Və orada onlar hektardan danışırdılar. O söz Hər hektara düşən pambıq dəstəsinin, pambıq kolunun sayını belə soruşurlar. İşte çağırın. Fon deyir, mənim də həmən cümlə çox xoşuma gəlir və bildiyim ki, hektardan danışıq dərsinin nəti sahəlidir. Deməli, bizim bugünkü dərsimiz olacaq sahə, düzbucağının və kvadratın sahəsinin hesablanması olacaq. Gəlin növbəti bir səhifəmizə keçək uşaqlar. Hətta bu növbəti keçəcəyimiz səhifəyə mən sirli, müəmmalı bir səhifə deyirəm. Çünki nə baş verəcəksə, bu səhifədən sonra baş verəcək. Gəlin diqqətli olaq. Gördüyünüz kimi, nağıllar aləmini xatırladan bir səhifədir. Sandığımız var, sandığın sahibləri var, kirpilər var. Maraqlıdır, elə deyilmi? Ən çox da maraqlı olan sandığın içində nə var? Düz deyilmi? Hamımızı maraqlandıran budur. Amma sandıq sahibləri asan-asan bunu bizə deməzlər, nə də bu sandığın içini açıb bizə göstərməzlər. Çünki sandıq sahiblərinin məqsədləri var. Bizə sual yönəldəcəklər. Hər bir qrupa, iki qrupun ikisinə də ayrı-ayrılıqda sual yönəldəcəklər. Siz o sualları cavablandırsanız, sandığın içərisindən bizi hansı bir sürpriz gözləyir, onun cavabını görə biləcəksiniz. Başlayalım onda suallarımıza. Birinci sualımız hansı qrupa aid olacaqdır? Gəlin bura. İlk öncə sandıq sahibi görün nə qədər razıdır. Bu olacaq bizim hansı qrupa düşən sualımız? Düzbucaqlar qrupuna düşən sualımız olacaq. Düzbucaqlar qrupuna düşən sualımız lövhədə görsənir. Və heç bir çətinlik çəkmədən mən sizin Edmodo saytınıza bu sualı göndərirəm. Belə ki, mən bunu Word-da hazırlamışam və sizin diqqətlə baxsanız, bu sual artıq sizin kompüterinizdə vardır. Elə mi uşaqlar? O zaman birinci qrup, yəni düzbucaqlar qrupu artıq işinə başlaya bilərlər. Biz isə keçirik növbəti. Axı, düzbucaqlar qrupuna verilən sual oldu. Bəs kvadratlar qrupuna nə sual veriləcək? Çünki kvadratlar qrupu üçün də maraqlıdır. Sandığın içərisində nələr var? Gəlin keçək. İkinci bir sandıq sahibinin verəcəyi suala diqqət yetirək və bu da lövhədə gördüyünüz kvadratlar qrupu. Səhv etmirəmsə, kvadratlar qrupumuz artıq burada əyləşən uşaqlarımızdır. Elə mi uşaqlar? Elə mi? Kvadratlar qrupu. Elə mi? Aydındır. Sizə də edmodo.com saytından növbəti saytını, bu da sizin artıq var. Qəbul ediniz. İşlərinizə başlaya bilərək.
Yaxşı, siz burada işlərinizi görəcəksiniz. Biz isə qayıdacaq yenə əsas səhifəyə. Bu sandıq sahibləri sizi gözləyəcəklər. Sizə isə çox az bir zaman vaxt verilir. Hamısı bir 5 dəqiqə vaxtınız var. Vaxtı səmərəli istifadə etməyə çalışın. Əllərinizdən gəndərə belə bu tərəfdən istifadə edəcəksiniz. Yazı olan tərəf qalsın. Yaxşı uşaqlar. Xətkeşləriniz var yəqin ki. Biraz sürətlə işləməyə səfət edirəm. Çünki işlərimiz çoxdur. Daha biraz Çünkü şefim olsa istedik gönderin. Niye yapmışsın? Anlamadım. Ne makarayı yazmışsın? Taranlar aparmazsınız. Yok, atmamışsınız. Karşı-karşıya götürmez. Adınızı yazın uşaqlar. Hər işlədiyiniz vərəqin üzərində adınızı yazın. Çünki hər birinizə fərqli olaraq qiymətləndirmə olacaq. Hər bir uşaq fərqli olaraq qiymətləndirmə olacaq. Buradan alalım. Karşı əyləşən şagirdlər bir-birini ötürür sualları. Cavabını.